çalışın bir-birinizin evinə gedin. İndiki cavanlar vaxtları yoxdur. Nə qab yumaq istəmirlər, nə qazın böyründə dayanmaq istəmirlər ki, mənim rəfiqəm gələcək, ya kimsə gələcək, ya qonaq gələcək. Gedirlər kafelarda, restoranlarda otururlar, yeyirlər, içirlər, söhbətləşirlər. İndi də çox belə praktiki bir adət alıb ki, gedək nahara. Nahara gəlirlər, saatlarla otururuq. Elə mən özüm də hərdən bir olur ki, çağırırlar, gedirəm. Və görürəm ki, yavaş-yavaş adətlərimiz gedir. Başa düşmək lazımdır ki, bunlar hamısı enerjidir. Bax, niyə deyirdilər ki, rozası özündən qabaq gəlir. Deməli, Allah qonağını da sevir, ev yəsini də sevir və rozasını göndərir ki, bir-birinizin evinə qonaq gedin. Bir-birinizlə ünsiyyətdə olun. Bu telefon çıxandan insanlar bir-birinin evinə ildə bir dəfə, ayda bir dəfə qonaq gedə bilmir. Ona görə ki, telefonla bütün söhbətləri qutarır. Nə söhbətləri, dərdləri, sərləri var, telefonla həll eləyirlər. Heç bir-birinin üzünü görmürlər illərlə, aylarla. Bu çox pis bir adət alıb və çalışmaq lazımdır ki, qohum-əqrəbə telləri, dostluq telləri itməsin. Və lazım deyil stolu doldurasınız min bir yeməklərlə, min bir şeylərlə də ən bahalısını, ən yaxşısını. Yox, lazım deyil. Lap o evdə neyun var, lap şor çörək qoy, ancaq sevinclə qoy, məhəbbətlə qoy, yaxşı, gözəl bir ünsiyyətlə qoy. Allah da sənə onun əvəzini verəcək. Çox sağ olun.